Atalar nice de güzel değil. Gitti, oldu. Dokuzu şimdi bizzat. Bu insanlar niye böyle acıya oldu? Ama yok. Atlas Han zaten gayet bir şey lazım olsa özüm gireceğim şeyin içine. Pedagog. Muhtar benim. Buna yol vermeyi olmaz. Siz özünüzü nüfuzdan salmış olarsınız. Şiyasına. Bəli. Hiç müdür de müşarriyarlar. Yok, müdür her işte öz işlerine zat olma. Şimdi bu görünmeyen bir hadise değil. Yavaş yavaş hevese salınsan. Belki bir meşguliyet Mişar'ın yanındadır. O. Neymiş da? Burası tanık lazımdı. Rekvizit. Mümtaz, Evet. oradan bunun lezzetleri var, getir hamısını bırak. Bak. Bu saat ben özüm her şeyi qaydasına koyacağım. Sonra demeyin ki, ben size xəbərdarlıq eləmədim ha. Şəxsən mən bu məsuliyyəti öz boynumdan atıram. Maşallah. Oradan o zaman müəllimin avadanlığını getirin Muxtar müəllim otağına. Vallahi bu eksperimentdən mənim heç xoşum gəlmir. Axı bir yaxşı fikirləşin Muxtar müəllim. Bu sahədə sizin təcrübəniz yoxdur axı. Necə? Mənim bu sahədə zadım yoxdur. Hə? Mənim? Evə girən kimi arvad bir yandan, qaynana bir yandan başlayırlar mişarlamağa. Xır. De! Zat da geldi. İkimiz de geldi. Gel şuna bırak. Bir dakika. Fırsatları destek yapın. Laf koy. Şimdi ben ne etmeliyim? Zahmet olmasa bu var bunu sakla. Hanım Ali. Ayşe Binem. Buyur. Hadi ben ha. Can. At. Bravo Muhtar Ali. Şimdi zahmet olmasa soyunun. Mırsız. Al o zarın şeyini aç. Buyurun Ayşe Binem. Ayşe Binem uzanın. Hay bana. Müdür her işte öz işlerine zat olmalı. Adıyla yok. Atlas Hanım kimi? Kimi? Hadi. Ne? Şeslan. Haki. Necədir? Hala. Ha. Bir Muhtar Malim. O bizim de. Aha. Ay berekallah. O ne var ha? Elə bir də ya. Ha. Əvvəla, Ha. bismillah deyin. Hadi. İkincisi de başına dönüp biraz ehtiyatlı ol. Kişini bedbaxt eləyərsən biabır olar. Sen nereden istedin? Ben Atlas Karay'la bunu o kadar eləmişim ama nereden? Atlas Hanım'a eləməyini eləmişsən, o onu bilirik. Ancaq Atlas Hanım ayrı, Muxtar mənim ayrı. O arvaddır, bu kişidir. Axı arada fərq var axı. Ne fark eder? Orada. Hə? Onda işin olmasın. Bu gelsiz de diresin. Allah koysa buradan senden sonra ona farkı başa salacağım. Beləliklə mən başlayıram. Şesla. Hə. Bak. Sakin. Ben kurtardım Muhtar Malim. Gördünüz? Burada çetin hiçbir zat yoktu. Hadi. Buna göre şiddetle elave şey saklamaya da ihtiyaç yoktu. Qənaətle işlemeyi lazımdı. Qənaətle. Zaman. Hə, nədir? Oğlum. Hadi. Şimdi gel sadrede birleştir beni. Birleştir. Şimdi dedim naziriydi olmalıyım akşam içinde. Zatla görüşüm var. Mutsuzdan hara kal. Ee, Ha. Muhtar Malim. Benim bu kalem var ha. O kalemin içi var ha. O beynim var ha. Muhtar Malim ona bir dahiyana fikri gerek Muhtar Malim.
Amma şərti şunda kəsək. Mən ştatda qalırım, ya yox. Bu günün ən vacib məsələsidir. Adama neçə dəfə deyərlər. Maddi imkanlarımız məhduddur. İqtisadi vəziyyətimiz çətindir. Sən nə dil bilməz adamsan? Təzələ birləşdir kişini. Təzələ. Hələ onun işi çox deyə bundan sonra nazirliyə getməlidir. Tərpən görək. Ay sağ ol. Zaman bala. Hayır. Sen gel benimle de. Senin şu beynime şu zat gelip ha. Hayır. Oradaki o zattan bir şey doğma. Hayır. Çok əhladır. Şimdi sen beni birleştir. Ben sonra sen diye şey zat edeyim de. Yox. Muxtar müəllim. Madam ki sən məni işdə saxlamırsan, sən özün də bir yarım saat işdə gör necədir bu. Mənim iş vaxtım qutardı. Məni bağışlayın. Mən getdim. Şesla. Lakin Zaman. zaman Hani getdin? Hani zaman. Ana bir deyil gibi. Ana lakin. Mırtaz. Bəli. İki beni dikkat. Başla. Yaxşıdır. Gelip gel yavaş. Çenəvi gözlə. Gözleyeyim. Şimdi Zadon'la yavaş yavaş beni bu yana döndür. Yavaş yavaş. Hay. Sağ ol. İçeri giren yaxşıdır. İçeri giren gelip görmesin ki müdür ne zattadır. Şimdi o ayarlar da oradan şeyle koy Zadın yanına. Ha. Baş. Hay sağ ol. Tezele ah morlar. Alırdı. Ne bileyim. Taksir özünüzdədir də. Siz heç vaxt mənim sözümə qulaq asmırsınız. Mən sizə dedim ki, bu avanturaya getməyin. Əgər siz mənim sözümə qulaq assaydınız, bax belə olmazdı. Muxtar müəllim, deyirəm bəlkə acılığınız var. Arvadına dinən əla xaş pişirib. Bir kəsə səni sizə göndərib. Qoymuşam bura soyuducuya. Arağı da yanında. Çesla. Da. Yemeyeceğim onu ben. Onda biraz kalpası çörek geçirmek olmasa. Onu da yemeyeceğim. Biraz pencere çöreği. Onu da yemeyeceğim. Yemeyeceğim. Şimdi ben siz ne istiyorsunuz ha canım? Ne yiyorsunuz? Ne diyorum ki? Onda ürəyiniz nə vaxt istəyir, onda yersiniz. Bilirsiniz Muxtar müəllim, mən cavanlıqda bərk siqaret çəkirdim. Arıqlayıb çöpə dönmüşdüm. Mırtız. Bəli. Sakla gözüm sana satarım bir dur ayağa. Başla, belə nə? Yana. Bilirsiniz Muxtar müəllim, mən cavanlıqda bərk siqaret çəkirdim. Arıqlayıb çöpə dönmüşdüm, belə. Özü də yaman öskürürdü. Bir gün atam məni çağırdı yanına, bərk dandadı. Dedi, gəl sən siqareti at, xaşa giriş. Mən də ona qulaq astım. Xaşa girişən kimi. Sonra sən, sifətim şişli oldu bu boyda. Öküz kimi kökəldim, atan kimi. Ata kimi? Ata, yox, atam cılız bir kişi olub. Heç vaxt Ata onu zaten emirəm, edeyim ki, atama öküz demirəm ki, deyirəm ki, sigareti atan kimi. Başa Zad oldun. Sigareti atan kimi kökəldim, öskürək də məndən əl çəkdi. Elə o vaxtdan mən xaşı çox xoşlayıram, xaş əyalı şeydir. 3-4 nəfər məhəllədə dostum var, vaxtaşır yığışıb gedirik xaşxanaya. Onlar da xaş üçün əldən gedirlər. Hətta bizi tanıyanlar bizə xaş istəyirlər. Bura bax. Faşist. Sen mənə burada xaşist, sen mənə burada zat danışma. Gel gör hansı cəhənnəmdə verilir. Ben saat 2'de nazirlikdə zat olmalıyam. Tez! Başla, Hey! saat gəldim, harada bax, axtar taparım. Görün mənə bu nə günə saldı.